Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək, lakin səhər saatlarında bəzi yerlərdə qısa müddətli yağışlar ola bilər. Lakin narahat olmayın, keçən həftədə baş verən şiddətli yağıntıların əvəz olunmayacaq, daha qısa müddətli olacaq. Gecə və səhər saatlarında duman olma ehtimalı var. Havanın temperaturu 17 dərəcəyə qədər isti olacaq. Axşam saatlarına doğru 7-11 dərəcəyə qədər enəcək. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa qalxacaq. Nisbi rütubət isə 70-80% olacaq. Külək olacaqmı? Bəli, ilk olaraq şimal-şərq küləyi əsəcək. 5-10 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Daha sonra cənub-şərq küləyi ilə əvəz olunacaq ki, bu da 5-10 metr saniyə sürətlə və güclə davam eləyəcək. Yəni, bugün xüsusi şiddətli bir küləkli hava şəraiti paytaxtımız üçün gözlənilmir. Bölgələri keçid alaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz, Şərur, Sədərək. Bu ərazilərdə bugün dağlıq ərazilərə daxil olmaqla yağıntılar gözlənilir. Qar yağma ehtimalı var, dolu düşmə ehtimalı var, şimşək çaxacağı gözlənilir. Lakin buna baxmayaraq 17 dərəcəyə qədər isti hava şəraiti müşahidə olunur. Ümumiyyətlə 30-31 mart tarixi ərəfəsində bölgələrimiz üçün Hidrometeorologiya Xidməti tərəfindən xəbərdarlıq bölüşülüb ki, küləkli hava şəraiti olacaq və sarı xəbərdarlıq olaraq bölüşülüb və bu da bütün bölgələrimizdə öz əksini tapır. Naxçıvan ərazisində də qərb küləyi əsəcək, 15-17 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Günün gedişatında isə küləyin istiqaməti və gücü sürətlənə bilər. Qeyd etdiyimiz kimi yağıntılar gözlənilir və havanın temperaturu 17 dərəcəyə qədər isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində də bugün məhz demək olar ki, eyni hava şəraiti gözlənilir. Dolu düşmə ehtimalı var, şimşək çaxma ehtimalı var və günün gedişatında hətta dumanlı hava şəraiti də müşahidə olunur. Havanın temperaturu 13 dərəcəyə qədər isti olacaq. Qərb küləyi əsəcək, 15-18 metr saniyə sürətlə və güclə küləyin istiqaməti və gücü öz əksini tapacaq və gün boyu da davam eləyəcək. Keçirik digər bölgələrimizə. Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın bu ərazilərdə də dağlıq ərazilərdə daxil olmaqla bölgədə şimşək çaxacağı, yağıntılar olacağı müşahidə olunur. 13 dərəcə, 17 dərəcə aralığında isti hava şəraiti müşahidə olunsa da qərb küləyi əsəcək, 15-18, bəzən 19 metr saniyə sürətlə və güclə şiddətli küləklər məhz bu bölgələrimiz üçün də keçərlidir. Qərb bölgəsindən keçid alırıq. Qərb bölgəsində qərb küləyi əsəcək. Qərb küləyi demək olar ki, bölgələr arasında ən çox elə qərb bölgəsində öz əksini tapacaq. Belə ki, 20 metr saniyə sürətlə və güclə hərəkət eləyən küləkli hava şəraiti müşahidə olunur, yağıntılar müşahidə olunur. Günün gedişatında artıq günün ikinci hissəsinə doğru yağıntılar tədricən kəsiləcək, lakin küləyin istiqaməti güclü olduğuna görə soyuq hava şəraiti daha çox hiss olunacaq. Bununla bərabər isə 13-17 dərəcəyə qədər isti temperatur müşahidə olunsa da hiss edilən təbii ki, bundan daha aşağı dərəcədədir. Keçirik şimal bölgəsinə. Şimal bölgəsində bildiyimiz kimi dağlıq ərazilərdə yağıntılar daha çox öz əksini tapır bölgə ərazilərinə nisbətən. Ona görə də dağlıq ərazilərdə şimşək çaxmağı, qarlı hava şəraiti müşahidə olunması daha çox müşahidə olunan detallardan biridir. Lakin bölgə ərazisinə keçid aldıqda isə temperatur biraz daha yüksəkdir. Belə ki, 17-19 dərəcə aralığında dəyişəcək. Lakin hiss olunan təbii ki, bundan daha aşağı dərəcədə olacaq. Çünki bu ərazilərimiz üçün də dağlıq bölgə ərazilərdə yağıntıların olması bölgəyə təsir göstərəcək və qərb küləyinin də şiddətli olması, 15, 18, 17 metr saniyə sürətlə və güclə hərəkət eləməsi havanın temperaturunun biraz daha aşağı temperaturda hiss olunmasına səbəb olacaq. Keçirik Mərkəzi Aran bölgəsinə. Üzr istəyirəm. Mərkəzi Aran bölgəsində də bugün yağıntılar müşahidə olunur. Belə ki, qərb küləyi əsəcək. Qərb küləyi 15-17 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Lakin bu ərazidə 20 dərəcəyə qədər isti müşahidə olunur. Yəni, havanın temperaturu biraz daha istidir, lakin günün gedişatında isə temperatur getdikcə aşağı enəcək. Dumanlı hava şəraiti də müşahidə olunur. Arabir yağıntılar ola bilər. Son olaraq Cənub bölgəsinə keçid alırıq ki, Cənub bölgəsində şimal-şərq küləyi əsəcək. Küləyin istiqaməti 18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Yağıntılar burada biraz daha azdır və gündüz demək olar ki, tədricən yağıntılar tamamilə kəsiləcək. Əsasən yağmursuz olacaq. Qısa müddətli yağıntılar müşahidə olunur, lakin digər bölgələrimizə nəzərən daha aşağı səviyyədədir. Havanın temperaturu 17-19 dərəcəyə qədər isti olacaq, lakin qərb küləyi, şimal-şərq küləyi 15-17 metr saniyə sürətlə və güclə hərəkət eləyəcəyi üçün burada da hiss edilən hava temperaturu biraz daha aşağı dərəcədədir. Belə bugünə olan həm paytaxtımızda, həm də bölgələrimizdə günün gedişatını əks elətdirən hava haqqında əsas detallar bunlardır. Hər zaman bunu qeyd edirik ki, havanın dəyişkən buludlu olması sizin əhval-ruhiyyənizə heç bir halda mənfi təsir göstərməsin, gününüz xoş yekunlaşsın. Biz isə indi qısa bir fasiləyə keçid alırıq, daha sonra proqramımız öz axarında davam eləyəcək.